Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. İstəyirəm mən sizlər üçün bu günləri turşular bölməsinin izahatını verim yeni test toplusundan. Birinci suala keçək. Deyir, hansı turşu daha qüvvətlidir? Ümumiyyətlə, bu verilmiş turşular içərisində A, B, C, D variantları, Y variantları içərisində ən qüvvətli turşu olan sulfat turşusudur. Çünki biz bilirik ki, sulfat turşusu qüvvətlidir. Hətta sulfat turşusundan belə qüvvətli olan turşu perxlorat turşusudur. Bunu da unutmayasınız. Hansı turşu daha zəifdir? İkinci sualda deyir. Siz bilirsiniz ki, ən zəif olan silikat turşusudur. Baxıram ki, yoxdur. Karbonat turşusudur. Bəli, D variantında karbonat turşusu verilmişdir. Hansı turşunun qalığı 2 valentlidir? Başında, üzərində 2 işarəsi olanlar 2 valentlidir qalığı. Yəni yükü 2-yə bərabər olsun. 2 mənfi. Baxıram ki, C variantıdır. Hansı sırada yalnız turşular göstərilibdir? A variantı natrium OH qələvidir. NO2 turşu oksididir, turşu deyil. Amonyak turşu deyil. Natrium kislotası metal atomu turşu qalığı bu duzdur. Doğru cavab olsa C variantı. Belə də ki, bu xlorid turşusudur, bu isə nitrat turşusudur. Bu formada yadınızda saxlaya bilərsiniz ümumən. İndi keçək ardınca digər sualımıza. Bizə dəqiqə. Aha. Görək inşallah növbəti sualımızda nə deyir? Keçirik növbətiyə. 5-ci suala baxırıq. 5-ci sualda deyir ki, hansı iki əsaslı turşulardan ibarət olan sıranı müəyyən edin. Gəlin baxaq uşaqlar. Ümumiyyətlə birincidə iki əsaslı turşu odur ki, tərkibində hidrogenin sayı 2-yə bərabər olsun. Üzvü turşuları çıxmaq şərti ilə. Çünki orada hidrogen atomunun sayı, məsələn, qarışqa turşusu HCOOH. Uşaq elə bilir ki, 2 dənə hidrogen var, 2 əsaslıdır. Səhvdir. Sirkə turşusu CH3COOH hidrogenin sayı 4-ə bərabərdir, 4 əsaslı deyil. Və burada da bu turşularda bu da bir əsaslıdır, bu da bir əsaslıdır, yadınızda qalsın. Ümumən biz demişdik ki, turşunun əsaslığı demək olar ki, onun tərkibindəki hidrogen atomlarının sayı ilə müəyyən etmək olar, amma istisna H3PO3 3 hidrogen atom olmasına baxmayaraq 2 əsaslıdır. H3PO2 hipofosfit turşusu 3 hidrogen atom olmasına baxmayaraq 1 əsaslı turşudur. Onda baxırıq, həmən bu qeydləri də nəzərə alırıq. Bəli, birincidə görürəm ki, H2-sudur, 2 əsaslıdır, 2 əsaslıdır, 2 əsaslıdır, 2 əsaslıdır. Bəli, bu uyğundur. Keçirəm sonra növbətiyə. Baxaq görək nə deyir növbətdə. Görürəm H4P2O7 bu 4 əsaslı turşudur. Silirəm H-xlor 1 əsaslıdır. Silirəm 2 əsaslıdır, 2 əsaslıdır, 2 əsaslıdır, 2 əsaslıdır. Doğrudur. Doğru cavab olacaq 1 ilə 4. Yalnız deyir bir əsaslı turşulardan ibarət olan sıranı müəyyən edin. Gəlin baxaq uşaqlar. Yalnız bir əsaslı turşu deyirsə elə A variantı uyğun gələcək. Niyə B olmaz? Burada sulfat var. Niyə C olmaz? Sulfatı gördüm. Niyə D olmaz? HC sulfidi gördüm. Niyə Y olmaz? HCSO3'ü gördüm. Müxtəlif qablarda olan deyir duru nitrat. Bizə dəqiqə uşaqlar bunları silim. Aha. Deyir müxtəlif qablarda olan Keçin növbəti. Müxtəlif qablarda olan duru nitrat turşusu ilə deyir xlorid turşusunu hansı maddənin köməyi ilə fərqləndirmək olar. Bilirəm ki, aurum heç nə ilə reaksiyaya girmir. Nə xlor turşusuna, nə duru nitratla girməyəcək. Və ardınca baxıram ki, burada kuprumu əsası oksiddir, yəni liboy biri ilə reaksiyaya girəcək, turşularla çünki reaksiyaya girir. B bəndə natrium karbonat, xlor turşusundan da girəcək nitrat. Bizə deyir fərqləndirmək lazım. Fərqləndirmək odur ki, biri girsin, biri girməsin. Burada da əsas verilibdir, turşuların liboy biri ilə reaksiyaya daxil olur. Doğru cavab olacaq A variantı. Çünki kuprum müstəqil HNO3 reaksiyaya gedir, amma kuprum müstəqil H-xlor reaksiyası baş vermir. Bir reaksiya getsin, bir reaksiya getməsin. Deyir hansı reaksiyadan turşu almaq olar? Turşu almaq üçün inşallah biz nəyə baxırıq turşularda əsas? Bax, bu A variantında verilib natrium 2 silisium O3. Bu duzdur, çünki metal atomu turşu qalığıdır. Metal atomu turşu qalığına ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Və bu duzun üzərinə gəlmisənsə sulfat turşusu. Və sulfat turşusu gəlirsənsə, sulfat turşusu silikat turşusunu sıxışdırıb çıxara bilirsə reaksiya gedər. Çıxara bilmirsə olmaz. Elə A variantı olar, çünki sulfat turşusu liboy bir turşunu duzundan sıxışdırıb çıxara bilir. Perxloratdan başqa. Məsələn, C bəndi niyə getməz? Nitrat turşusu sulfatdan qüvvətli deyil ki, kalsium desin çəkil dur kənarda SO4-ü vurub
çıxarıb sənlə birləşəcəyim. Qeyri-mümkündür. Burada məsələn sulfit turşusudur. Xlor turşusu gücü çatmaz. Xloru sıxışdırıb natriumdan ayıra bilməz. Burada H-xlor SO4-də deyə bilməz ki, çəkil dur kənara natriumla birləşirəm. Buna əsas duzlarda biz yönələcəyik. Burada da ortofosfat turşusunun sulfat turşusuna gücü çatmaz. 9-da deyir ki, hansı turşular həm normal, həm də turşu əmələ gətirir. Yadınızda qalsın, həm normal, həm turşu əmələ gətirən turşular 2 əsaslı, 3 əsaslı, 4 əsaslı turşular. Onda bir əsaslıları seçirik. Bir əsaslılar yalnız normal duz əmələ gətirə bilər. Duzlarda daha yaxşı danışacağıq. Bu 2 əsaslı da olacaq. Bu da 3 əsaslı da olacaq. Cavab olacaq 1 ilə 4. Y variantı. Hansı sırada olan metallar duru sulfat turşusu ilə qarşılıqlı təsirdən hidrogen almaq olar? Yadınızda qalsın uşaqlar. Ümumiyyətlə koprumdur, civədir, argentumdur, aurumdur, platindir, osmiumdur, iridiumdur. Bu metallardan ümumiyyətlə hansısa bir reaksiyada hidrogen qazı çıxaran görməyəcəksiniz. Vəssalam. Almaq çıxarır deyir, hansı metala duru sulfat turşusa qarşılıqda hidrogen almaq olar deyirsə, bunlardan olmaz yazdıqlarında. Onda burada civə var, çıxıram, burada misli çıxıram, burada misli çıxıram. Burada argentumu çıxıram, bu cavab olacaq D variantı. Hansı sıradakı metalla xlor turşusa hidrogeni çıxarır? Həmən bu metallar olan cavabları çıx, çünki bunlar alınmır. Kuprum çıxdım, kuprum çıxdım, kuprum çıxdım. Burada da civəni çıxdım, doğru cavab olacaq C variantı. Yadınızda qalsın. Hansı sıradakı turşular özündən sonraki turşunu duzundan sıxışdırıb çıxarır? Bu o deməkdir ki, hansı sıradakı turşu özündən sonrakını sıxışdırıb çıxarır. Deməli, qabaqda qüvvətli olmalıdır, arxada zəif. Mən görürəm ki, nitrat qüvvətlidir deyə arxada dayana bilməz. Nitrat qüvvətlidir deyə arxada dayana bilməz. Sonra baxıram ki, sulfit karbonatdan qüvvətlidir deyə arxada dayana bilməz. Sonra nitrat da sulfitdən qüvvətlidir deyə ola bilməz. Bəli, qüvvətli nitratdır, sonra sulfitdir, sonra isə nə olacaq? Karbonat olacaq. Doğru cavab A2 variantı. Adi şəraitdə maye halında olan turşuları göstərin. Fosforun bütün turşuları bərk haldadır. Demişəm uşaqlar mən sizə. Fosforun bütün turşuları bərkdir. Ardınca borat turşusu bərkdir, silikat turşusu bərkdir. Bunlardan başqa nə versələr maye götürəsən. Cavab olacaq nə? 2, 3, 4, yəni C variantı. Adi şərtdə bərk halda olan turşuları müəyyəndir. Fosforun bütün turşuları bərkdir, silikat və borat bərkdir. Yerdə qalanlar mayedir. Onda doğru cavab olacaq 2 ilə 3 A variantına düşmüş olur. Bu da belə. Keçirik sonra növbəti bölmənin, yəni bölmənin, hissənin izahatına. Baxaq. Uşaqlar, mən bunları silim. Turşularda müəyyən şeylər, duzlarla bağlı olan nüanslar vardı. Amma yenə də, yəni, mən düşünürəm ki, sizə çətin gəlməyəcək zamanla. Keçək növbəti 15-ci sualımıza. Görək 15-ci sualda nə deyir uşaqlar? Deyir ki, görək nə deyir? Aha. Deyir ki, hansı xassə qələvlər və qüvvətli qeyri-üzvü turşular üçün ümumidir? Aha, əsaslardan qüvvətli olan qələvlər və qüvvətli qeyri-üzvü turşular üçün. Əsası oksidara reaksiyaya daxil olur. Əsası oksidara reaksiyaya daxil olur. Qələvlər əsaslarla reaksiyaya girməz. Ona görə səhvdir. Məhlulları elektrik cərəyanı yaxşı keçirir. Qələvlər əsasların ən yaxşısıdır və qüvvətli turşu da deyirsə, turşuların da ən yaxşısı qüvvətli turşudur. Yadınızda saxlayın, hər şeyin yaxşısı qüvvətli elektrolitdir. Onda suda məhlulları elektrik cərəyanı yaxşı keçirir, ümumi olacaq. Dissosiasiya edəndə H müsbət alınır, bu turşulara aiddir, qələvlərə yox. Qələvlərdə OH olur. OH ionları ayrılır deyirsə, bu OH ayrılır deyirsə qələvlərə aiddir, turşulara aid deyil. Lakmusu göy rəngə boyayır, bu isə qələvlərə aid olan xüsusiyyətdir. Keçirik ardınca növbətiyə. Nə doğrudur? İki əsaslı turşular həm normal, həm də turşu əmələ gətirir. Düz deyir. Duru turşular bütün metallarla, kimyada bütün deyə bir anlayış yoxdur. Bir dənə bütün nitrat turşusunun bütün duzları suda həll olan. Turşular əsaslarda qarşılıqlı təsirdə olur. Bəli, elə onların işi ondan ibarətdir. Doğru cavab olacaq 1 ilə 3. Hansı oksid H3XO4 tipli turşu? Baxın uşaqlar, H3XO4. Burada X-in oxşaşma dərəcəsini tapacağıq. -2, -1. Bu tərəfə vuranda 8, 8-dən 3 çıxdım, elədi 5. Aha, bu elə bir element olmalıdır ki, onun oksidində oxşaşma dərəcəsi -5 eləsin. İndiyə sahib məlumat. B bəndində də N2O5 var. -5-dir burada azot oksigenin -2 qoyanda 10 böldüm 2-yə -5. Bir də P2O5 var. -2 qoyanda bura -5 düşür. Axı hər ikisində -5 aldım. İndi hansı doğrudur? Sonra elementi yerinə görün. Məsələn, azot elementidir. H3NO4 turşusu sən gördün? Yox. P-ni qoyanda H3PO4 turşusu gördün? Doğrudur. Doğru cavab olacaq P2O5. Sonra ardınca baxırıq növbəti sualımıza. O da elə eyni ilə bu tipdə sualdır uşaqlar. Deyir ki,
Ardınca demək 17-də dedik P2O5D variantı. D variantı olacaq. Hansı oksid? Deyir H2XO3 tipli turş əmələ gətirir. -2, -1, 6-dan 2 çıxanda neçə elədi? -4. -4-ə uyğun olan oksid axtaracaqsan, bu da cavab olacaq. Məsələn, A bəndə SO2. Belə də ki, küşürdü yerinə qoyanda H2SO3 alıram. Bəli, mən belə bir turşu görmüşəm. Burada -4-dür, ona uyğun olan oksidi tapmış olacaqsan. Cavab olacaq A variantı. Sonra ardınca baxırıq nəyə? Hansı turşu qalıqlarının adlarına at sonluğu var? Bu nitritidir, HNO2-dir, olmaz. Bu nitratdır, aha atdır. Bu sulfitdir, itdir. Bu sulfatdır, uyğundur. Cavab olacaq 2 ilə 4. Hansı turşu qalıqlarının adlarının sonunda it vardır? Nitrit, it, bu nitratlı olmaz, bu sulfatlı olmaz. Sulfit, it 1 ilə 3 olacaq. Doğru cavab, cavab olacaq Y variantı. Hansı turşu daha qüvvətlidir? Ümumiyyətlə, mən burada görürəm ki, uşaqlar, bizə dəqiqə üzr istəyirəm. Aha, mən burada görürəm ki, uşaqlar, turşların hansı sırası verilibdir? Bunlar 7-ci qrup elementləridir və belə yazıram, H-fluor, H-xlor, H-brom, H-yod. Yuxarıdan aşağıya turşuluq artır. Unutma. Ən qüvvətli olan H-yoddur. H-yod varmı? D variantı. İndi hesab eləmə. H2S burada nə iş görür? H2S zəif turşudur deyə bunların içərisində artıq mən diqqət eləmirəm. Sonra növbəti sualımıza baxaq. Görək növbəti sualımızda bizə nə deyir yoldaşlar? Aha. Bizə növbəti sualda deyir ki, turşunun 0,1 molunun tamamilə neytrallaşmasına baxaq. 0,1 mol turşu verilib. Yəni hidrogen atomu, turşu qalığı. Aha. 200 qram 5,6 faizli kalium OH. Qoy görüm 200 qram 5,6 faizli kalium OH məhlulunun kütləsi nə qədərdir? Deməli, bunlar getdi 5,6-nı 2-yə vuranda 11,2 eləyəcək də, hə. Deməli, bu reaksiyaya girir 11,2 qram kalium OH-la. 11,2 bunun demiri 56-dır. 11,2-ni 56-ya böləndə 0,2 mol düşür. İndi mənə nə deyir? Bax, 0,2 mol düşəndən sonra buranı da silirəm. Buranı da silirəm. Hamısını silirəm. Bax, işim bundan ibarətdir. Diqqətli ol. Deyir, bu zaman tamamilə neytrallaşma deyəndə OH-ın sayı H-a bərabər olmalıdır. Mən də görürəm ki, burada OH-ın sayı nə qədərdir? Bura 1-dir. Əmsalı 0,2-dir, 0,2 OH. Deməli, mən burada da 0,2-də H-ım olmalıdır. 0,1-i neçəyə vursam 0,2 OH eləyər 2-yə. Deməli, 2-dirsə də 2 əsaslı turşu olacaq. Cavab olacaq A variantı. Üzrsən, burada olacaq A variantı. Hə. Sonra ardınca baxıram, növbəti də eynidir. Qramı 150-ni vurasdan 8-ə. Baxın, diqqət, 150-ni vurasdan 8-ə böləcəksən 100-ə. 150-ni vurasdan 8-ə böləsən 100-ə. Aldığım, məsələn, 150-ni vurdum 8-ə, böldüm 100-ə. Aha, bu elədi 12 qram. 12 qram. 12 qram natrium OH-ın da molunu tapanda 40-a böləcəksən. Bunun da molu eləyəcək 0,3 mol. 0,3 mol bu nəticə natrium OH-la reaksiyaya girib və turşunun da 0,1 molu girib. Tamamilə deyir, görək, deyir tamamilə neytrallaşması. 3 dənə OH-ım var və OH burada bir dənədir. Vurdum bura 3-ə 0,3. 0,3 OH vardırsa, burada 0,3 daha olmalıdır. 0,1-i neçəyə vursam 0,3 eləyər. Cavab olacaq 3 cavabı. Keçdik növbətiyə. Baxaq görək nə deyir növbətdə. Deyir, eyni kütlədə götürülmüş metalların hansının xlor turşusu reaksiyasından daha çox hidrogen alınır? Metaldır, xlor turşusu reaksiyaya girib. Mən bunu belə eləyək, heç reaksiyasını yazmıram. Aha, metaldır, xlor turşusu reaksiyaya girəndə hidrogen. Deyir, burada çox alınsın hidrogenin kütləsi. Aha, mən görürəm ki, buranın çox alınması üçün bu metalın ayrı ilə necə asılıdır bu cavab? Bura ilə bura necə asılıdır? Tərs asılıdır. Demək, ayrı balaca olanda daha çox hidrogen alınacaq. Çünki ayrı məxrəcə düşmüş olur. Bax, eyni üçdədirsə M qramdır. Burada ki, 1 moldur yazsam. Olacaq cavabın, məsələn, buranın olması üçün, bura X qoyuramsa, X bərabərdir. Burayı 1-i vurasdan M-ə, hər dəfə böləsən metalın
Ayerinə. Aha, ayeri böyük olanın cavabı kiçikdir, ayeri kiçik olanın cavabı böyükdür. Cavab olacaq Bakı variantı. Hansı sıradakı bütün metalla xlor turşusu hidrojeni çıxarmır? Kuprum, civa, argentium, platin, osmium, iridium məsələn D bəndi. Hansı oksid su ilə reaksiyasında aha, deyir H2RO4. Yenə də oxşaşma dərəcəsini tapacaqsan. Oxşaşma dərəcəsinə uyğun olan müvafiq turşunu götürəcəksən. Məsələn, -2, -1. Bura olacaq 8-dən 2 çıxdım. Neçə elədi? 6. 6 olan, müsbət 6 oxşaşma dərəcəsi olan, məsələn, A bəndi uyğun ola bilər. H2RO4 demir. Bura mən H2SO4 kimi baxa bilərəm və SO3-də oksigenin oxşaşma dərəcəsi nəyə bərabərdir? Vurdum 1-ə, vurdum -2-yə, böldüm 1-ə, elədi müsbət 6. Keçirik növbəti izahatımıza, yəni 27-ci sualımıza. Görə 27-ci sualda nə deyir? Deyir, hansı oksid HRO4, HRO4, -2, -1, 8-dən 1 çıxdım, nə aldım? 7 aldım. Erin oxşaşma dərəcəsi -7 olan oksigen formulu nə olacaq? Oksigenin də 2, 14 götürdüm. 14-ü 7-yə 2, 14-ü 2-yə 7. Eri 2, O 7 olmalıdır. Məsələn, baxıram ki, Y variantı, xlor 2, O 7 və xlor da gətirib bura qoyanda görürəm ki, H, xlor, O4 deyilən bir turşu mövcuddur. Bəli. Hansı sıradakı metallar olacaq Y variantı? Hansı sıradakı metalla xlor turşusu qarşıdasa hidrogen almaq olar? Kupriumdan olmaz, kupriumdan olmaz. Olacaq doğru cavab 1 ilə 2. Kuprium, civa, argentium, platin, osmium, iridium olmasın. Hansı oksidlər suda həll olaraq turşular əmələ gətirir? Turş oksidi. Turş oksidlərdən də C-SO2 su ilə reaksiyaya girmir. Diqqət eləyirəm. Bunlar düz əmələ gətirməyəndə deyə çıxıram. Bu əsas oksidi deyə çıxıram. Bu amfiterdi deyə çıxıram. Cavab olacaq Bakı variantı. Y maddəsini deyir müəyyən edin. P+- O2-dən nə alınır uşaqlar? P2O5. P2O5-in də su ilə reaksiyasından nə alınacaq? H3PO4, HPO3 və yaxud da H2PO7 və üçü də turşular sinifinə aiddir. Hansı turşular parçalıqla bərk qalır? Bərk olan turşu. Bərk olan turşu da burada yalnız silikatdır deyə yalnız 3-ü doğru götürəcəyiz. 32-yə baxırıq. 32-də görək nə deyir yoldaşlar? Aha. 32-də deyir ki, zərgər qızıl əşyalarının səthini təmizləmək üçün çar arağacı hazırlamaq istəyir. Çar arağı qatı nitrat və xlor turşusuna uyğun olaraq, deməli nitrat və xlorid turşusuna uyğun olaraq 1-in 3-ə nisbətində reaksiyaya daxil olur. Ardınca deyir ki, əgər ümumən 60 mol, yəni bu ikisi bir yerdə 60 mol turşu alınarsa, reaksiyaya girərsə, daha doğrusu qarışığı 60 mol turşu olarsa, qarışıqda H-xlorun mol miqdarı nəsə olur. Bax, bunu deyir. İndi bu 1 nisbətidir, bu 3 nisbətidirsə, buna bir dənə x, buna 3 dənə x yazaram. X-inin cəmi deyir 60 moldur. Aha, buradan x nəyə bərabərdir? 60-ı böldüm 4-ə, 60-ı böldüm 4-ə, 60-ı 4-ə böləndə 15 eləyəcək də. Cavabım belədir 15. Və məndən, üzr istəyirəm, elədi 15. Və bir dənə x-im 15-dir. Axı məndə də H-xloru istəyir, bu 3x idi, bu da bir dənə x idi. H-xloru istədiyinə görə 15-i gətirib vururam burada 3-ə, elədi cavab 45. Və yaxud da HNO3 istəsəydi, elə 15 mol olardı. Deməli, cavabım olacaq 45. Sonra deyir ki, növbətdə baxaq, növbəti sualımıza. Deyir, qaz qarışığı aşağıdakı təcrübə ardıcıl aparıldıqda sonda yalnız bir qaz qalır. Qarışığı turşu məhlulundan keçirirlər. Birincisi, turşu məhlulundan keçirilərsə əsası xassəli olmalıdır. N2 düz əmələ gətirməyəndə N2 ümumiyyətlə mürəkkəb maddələr reaksiyaya girmir. Turşu məhlulundan reaksiyaya girməz. Deməli, ya B-dir, ya D-dir. Və sonra qalan qaz qarışığı oksigində yandırırlar. Bəli, hər ikisində CO var deyə CO plus O2-dən CO2 alınır. Bu da düz deyir. Və ardınca deyir, əmələ gələn qaz qarışığını qələvi məhlulundan keçirirlər. Azot mürəkkəb maddə ilə reaksiyaya girməz. Cavab olacaq D variantı. Niyə? Uşaqlar, zamanı gələndə öyrənirsən ki, NH3, baxaq bir dənə bura, bir də helium. NH3 əsası xassəlidir deyə turşularla reaksiyaya girir. Və ardınca CO oksigində yanıb CO2 əmələ gətirəcək. Aha, əmələ gələn qaz qarışığı bu da turşu oksididir deyə qələvlərlə reaksiyaya girib duz əmələ gətirəcək. Vəsə. Helium da təssiz qazı deyə heç birinə reaksiya girmir. Sonra ardınca baxırıq növbəti sualımıza. Deyir ki, xlor turşusu dəmirin metalı tam sərf olunarsa, ferrum plus H xlordan
Zamanı gələndə biləsiniz ki, 2 variantda düzalır. Ferin xlor 2 üstəgəl H2. Aha, hidrogen neynədir? Əmələ gəldi. Sıfırdan yarandı da. Burada hidrogen yox idi ki, bu tərəfdə. Bu 1 doğrudur. Sonra məhlulun kütləsi deyir, dəyişmir. Məhlulun kütləsi dəyişəcək. Çünki niyə görə? Dəmir metal tam sərf olunarsa, burada yeni bir maddəmə gəl və hidrogen qazı da uçub gedə bilər. Bu səhvdir. Dəmirin kütləsi deyir, axıra qədər sərf olunubdur. Deyir, xlor tursa reaksiya dəmir metalı tam sərf olunub demir. Düşdü sıfıra. Vəsə. Bu 3 də doğrudur. Cavab olacaq 1 ilə 3. Keçdik növbətiyə. Aha. Aha. Baxaq. Bu yox. Aha. Deyir hansı görək nədir? 2 əsaslı qüvvətli turşunun formulunu müəyyən edin. Təbii ki, sulfatdır. Aktiv metal suriya reaksiyaya daxil olanda qələvə əmələ gətirir, yəni əsas əmələ gətirir. Bu olacaq əsas. Turşu oksidi turşu verəcək. Əgər suriya reaksiya girsə, əsas oksiddə yenə əsas verəcək. Vəssalam. Cavab olacaq əsas turşu, əsas Bakı variantı. Keçdik növbətə. Turş düz əmələ gətirməyən turşlar deyəndə bir əsaslı turşu olsun. Bir əsaslı. Onda bir. Sonra bir də nə ola bilər? Yalnız bir elə Bakı variantı. Bunlar turş düz əmələ gətirmir. Bu 3 əsaslıdır deyə olmaz. Bu 2 əsaslı olmaz. Bu da H2SO4 2 əsaslı. Gətirər bura H3PO2 yazar. Bu da bir əsaslı. Məsələn, bunu da doğru götürmüş olarsan. Hansı reaksiya girir? Kuprum, civa, argentum dedik ki, bunlar H-xlorla reaksiyaya girmir və H-xlor SO4-də deyə bilməz ki, çəkil dur kənara, natriumla mən birləşəcəyim, gücü çatmaz. Onda doğru cavab olacaq bu. Niyə? Kupruma əsas oksidir, H-xlor turşudur. Əsaslar və əsas oksidlər turşular və turşu oksidlərlə reaksiyaya daxil olur. Hansı reaksiya deyir getmir? Aurum bilirəm ki, heç nəyə reaksiya girməz, kuprum H-xlorla girməz. Bu reaksiya gedəcək. Burada natrium CH2-sudur, gedəcək. Cavab olacaq 1-dən 2B variantı. Artıqlamasıya götürülmüş xlor turşunun 13 qramını sinklə baxaq. Baxaq, məsələdir. Aha. Artıqlamasıya götürmüş xlor turşusunun 13 qram sinklə reaksiyası. Sink üstəgələ H-xlor. Buradan alınır. Sink xlor 2 üstəgələ H2. Bura bir dənə 2 atırıq. H-xloru da qəşəng yazaq. Sink üstəgələ H-xlor. Aha, buradan da. Deyir ki, 13 qram sinklə artıqlaması götürmüş xlor turşusu 13 qram sinklə reaksiyasından neçə litr hidrogen alınır? X litr. Aha, X litr. Burada baxırıq nəyə? Əmsallaşdırmışıq. Qram deyəndə qramın altında əmsal vurulsun mr ayır və burada litrin də altında əmsal vurulsun 23,4. Bu da elə 23,4'dür və hesabla tap cavabındır. Keçdik növbətiyə. Deyir 200 qram 7,3% xlor turşusu. Gəlin görək birincisi 200 qram 7,3% xlor turşusu məhlul nə qədərdir? Bunlar getdi. 7,3'ü vuram 2-yə. Vuram 2 elə 14,6. Cavab elədi 14,6 qram. Deyir xloru turşusu 2 mol sinkin qarşılıqlı təsirindən 2 mol sink reaksiyaya girib xlorid turşusu ilə və neçə qram tapmışam ki 14,6 qram. Alınacaq burada sink xlor 2 üstəgələ H2. 2 dənə hidrogen, 2 dənə xlor olur. Görüb burayı. Bunu yazıram molun altına 1 mol. Əmsal çünki 1 qramın altında 2 vurulsun 36,5 bunun emeridir. Deyir bu zaman neçə litr hidrogen alınır? Bu əmsal vurulsun demiş. Mən görürəm, yenə mən burada nə görürəm? Mən görürüm ki bu nə idi? 2 dənə tənasüb mümkündür. Tez onda nə edəcəyəm? Nü1, nü2. 2'ni böldüm 1'ə. Elədi nü1'im 2. 14,6'nı böldüm. 14,6'nı böldüm. 36,5'ə böldüm 2'yə. Bu da elədi 0,2 mol. Nü2 də bərabərdir. Bir dəqiqə. Nü2 də bərabərdir 0,2 mol. Bu 2 moldur. Bu isə 0,2 moldur. Müqayisə edirsin. Az olan tırıcıdır. Deməli onda bununla yox. Deməli mən burada baxıram ki sinklə hesablamayacağam. H-xlora görə qurulan tənasübüm ən doğru cavab olacaq. Keçirik sonra ardınca növbətiyə. Bir dəqiqə üzr istəyirəm.
Aha. Sonra ardınca deyir ki 4,4 qram, 5,4 qram 2 valentli metalın 5,4 qram 2 valentli metal, 3 valentli üzrsən. 3 valentli metal xlor tursa reaksiyaya girib. H-xlor. Ümumiyyətlə, belə deyək də, 3 valentli metal elə birbaşa ox çəkirəm və çıxartdığı hidrojeni yazıram. 3 valentli metaldır deyə əmsalını hidrogenin 2-yə vuranda 3 almalısan. Onda bura nə düşəcək? 1,5. Ki 1,5-i 2-yə vuranda 3 eləyir. 3 valentli metalın 3 dənə hidrogeni çıxara bilir çölə. Bu mənada. 5,4 qramın deyir reaksiya girəndə 0,6 qram hidrogen qazı ayrılıb. Bura nə yazacağım? Ayrı əmsalı 1-dir, ayrı x-dir. Qramın da altına 1,5 əmsal vurulsun, emir. Yəni 1,5 vurulsun, 2 yazacaqsan və aldığın cavab doğru cavabdır. Keçdik uşaqlar növbətiyə baxaq. Görək nə deyir. Deyir ki, birinci və üçüncü qablardan hidrogen ayrılır. Birinci və üçüncü qablardan. H-xlorla reaksiyaya girə bilməyən metalları, duru sulfatla reaksiyaya girməyən metallar eynidir hamısı üçün. Yəni, xlor və sulfat tursunun durusu üçün kuprum, civə, argentium, aurum, osmium, iridium. Aha, kuprum, civə, argentium, aurum bunlardır. Birinci və ikinci qabdan hidrogen çıxırsa, yəni X və birinci və ikinci qab dedik. Bir dəqiqə qoyun, bunu silim görüm neçənci qabdır burada. Səhv oxuyuram. Birinci və üçüncü qab, hə. Birinci və üçüncü qablarda deyirsə ki, hidrogen qazı ayrılır. Onda 1 və 3-də, yəni X və Z-in altında həmən bu metallar olmasın. Onda nə edirəm? Z-də argentium var, silirəm. Ardınca burada civə var, silirəm. Ardınca burada kuprum var, silirəm. Baxıram ki, B bəndində də uyğundur. X-dan da hidrogen çıxar, kalsiumdan da, natriumdan da, kalsiumdan da. Sonra ardınca deyir ki, ikinci qabdan isə NO2 ayrılır. NO2 ayrılır deyirsə, bu B bəndi olmaz. Platin reaksiyaya girmir heç nəyinə. Onda doğru cavab olacaq C variantı. 44-də baxırıq, vaxtı işən 4-cü qrupun qəbuluna düşmüş sualdır. Diqqətli olaq. İndi görək bizə burada nə deyir. Deyir ki, naməlum turşun 0,1 molu tamamilə neytrallaşmasına, deməli, naməlum turşunun bir əsaslı turşu deyir. Məsələn, birincidə bir əsaslı turşu. 0,1 mol bir əsaslı turşu belə yazılır. Və bunun üzərinə, uşaqlar, buradakıları hesablayırsan. 500 millini litrə çevirirsən. Deməli, bu elədə 0,5, 0,5-i vuracaqsan 0,4-ə. Bu, bunun mol eləyəcək. Niyə? Bu həcmdir 500 millilitr olan. Bu isə M-lə verilən qatılıqdır. C-də bərabərdə nü bölünsün V düstur deyil. Burada nünü tapmaq üçün C-lərini, M-lərə fikir verməyin. 0,4-ü vurarsan, bu millilitri litrə çevirəcəksən. Deməli, millilitri litrə çevirəndə 0,5 elədi. Bu da 0,4-dür. Baxıram ki, 0,2 mol əsas elədi. Natrium OH. Və mənə deyir ki, tamamilə neytrallaşmasına reaksiya daxil olan qələbi. Mən indi burada baxıram ki, bu tamamilə neytrallaşıbsa, 0,2 OH-dırsa, burada 0,2 H olmalıdır. Onda enə nə düşür? 2. Deməli, burada mən cavab axtarmalıyam ki, 0,1 mol 2 əsaslı turşu, məsələn, ikinci ilə birinci, 2-nin altında biri mən götürə bilərəm. Çünki bu natrium OH birincidə verilibdir, natrium OH. Və ikincidə isə götürə bilərəm. Sonra və yaxud da ki, baxıram, məsələn, ikinciyə baxacaqsan, 400 millilitr litrə çevirirsən, V bərabərdə 0,4 litr. Qatılığı da verib 0,5 M, M-ə sən fikir vermə, hesaba kitaba qatmırsan. Nü də bərabərdə 0,4-ü vurursan 0,5-ə, 0,4-ü vurursan 0,5-ə, bu da eləyir 0,2. Deməli, indi biz nə edirik? Baxın uşaqlar, ikincidə. Deməli, kalium OH-la veribdir mənə. Kalium OH tapdım 0,2 mol kalium OH. Aha, 0,2-ni vurdum 1-ə, yəni OH-ın sayı 1 elədi 0,2. Mənə lazım ki, burada 0,2 eləsin. Axı 0,1 mol turşu deyib. Yenə bu nə olmalıdır? 2 əsaslı turşu olmalı ki, 0,1-i 2-yə vuranda olsun 2 əsaslı. Harada çətinlik olsa yenə də deyərəm. Burada hamısında, baxın uşaqlar, hamısında uzun sözün qısası, baxın. Hamısında, bax, bütün testin özündə. Diqqət. Sənin edəcəyin bir iş var. Bunu millilitr litrə çevir, elədi 0,5, vur.
qatılığa 0,4-ə molunu tap. Məsələn, natrium OH tapdım, molunu 0,2 mol, gətir qabağına yaz. Və mənə də deyir ki, 0,1 mol, bax, burada da bütün turşlar üçün 0,1 mol götürür. 0,1 mol, məsələn, 2 əsaslı turşu deyirsə, H2X yazıram lap. H2X. Görürəm 0,1-i 2-yə vurdum, 0,2, 0,2-ni 1-ə vurdum, 0,2. Deməli, bu tam neytrallaşa bilər bu mənada. Keçdik 45-ci suala. 45-ci sualda görək nə deyir uşaqlar. 45-də deyir ki, bir dəqiqə üzr istəyirəm. 45-ci sualda deyir ki, turşunun 0,2 molunu bas. 0,2 mol turşu deyirsə, HNX yazıram. Neçə əsaslı turşu olduğunu bilmirəm. Deyir 0,2 mol turşunun tam neytrallaşmasına, reaksiyaya girib barium OH2 tam neytrallaşma deyirsə, 34,2 qram. 34,2 qram barium OH2-nin molunu taparam, bölərəm emerinə 171-ə. Bu ilə də 0,2 mol. Gətirdim, tapdım ki, bunun 0,2 mol barium OH2-nin reaksiyaya girəcək. Bax, bura diqqət edirik. 0,2 mol. Nə edirəm? 0,2-ni vurdum 2-yə, elədi bu tərəfdə 0,4 OH. Tam neytrallaşma deyirsə, 0,2-ni H-ın enindən neçə yazım ki, vuranda 0,4 eləsin. Baxın, buna miqdarla bərabər. Deməli, bura 2 düşməlidir. Turşumda nə olacaq? 2 əsaslı olacaq. Keçdik 46-cı suala görə 46-da nə deyir? Dəmir lövhə səthindəki pasta təmizləmək üçün xlor turşusu istifadə edir. Xlor turşusu dəmir lövhə üzərində pasta reaksiya girərək dəmir 3 xlorid və su əmələ gətirir. Deyir 107 qram dəmir hidroksidi təmizləmək üçün neçə qram 10% xlor turşusu məhlulu lazımdır. Deməli 107 qram ferrum OH2 tam təmizləmək üçün deyir neçə qram 10%-li H-xlor lazımdır, xlorid turşusu. Deməli buradan nə alınacaq? Alınır ferrum xlorid, üstə gələ H2. Bu 3-dür deyə, bura bir dənə 2 atarıq, bura bir dənə 6 atarıq, burada bir dənə 3 atarıq. Hər şey düzəlibdir. Qramın altına bunun emerini yazarsan, emerini necə hesablayacağıq? Yəni, mən sizə deyim, siz özünüz qeyd eləyərsiniz, uşaqlar. Deməli, ayrı 56-dır, 16-nı vurasınız 3-ə, 1 də vurasınız 3-ə. Deməli, 56-nın üstünə 48 gələrsən, 16 vurasınız, üstə də gəlsən 3. Bu, bunun emeridir. Bunu da qramın altında əmsal vurulsun, emer yazasınız, 36,5. Və salam, buradan tapdığın cavab səninki də eyni şeydir. Və ardınca növbəti sualımıza baxırıq. Görək növbətdə nə deyir? Mühəndis sink metalından hazırlanmış məhluldan korroziyadan qorumaq üçün onların səthini fosfatlamaq üçün ötüşlə örtmək istəyir. Üsuldan istifadə etmək istəyir. Bu prosesdə fosfatlama üçün ortofosfat turşusundan istifadə edilir. Ortofosfat turşusunun sink metalı ilə reaksiyası sink ortofosfat. Sink ortofosfat budur. Sink 3, PO4 2 dəfə. Və hidrogen qazı əmələ gəlir. 390 qram sinkdən neçə qram sink ortofosfat almaq olar? Bax, sinkdən sink ortofosfat alıram, fikir ver. Burada neçə sink var? Görürəm 3 dənədir. Gətirib buraya bir 3 yazıram. Bax, reaksiyasat yazmam. Bicliyimə bax. 390 qram deyir sinkdən neçə qram sink ortofosfat almaq olar? X qram. 3 vurulsun 65-dən isə bunun emerini yazacaqsan. Emeri nə qədərdir? Deməli, 65-i vurasından 3-ə. Sonra üstünə gələcəksən 31-dir, ayrı fosforun 2-yə vurassan, 31 vurulsun 2, üstə gələcəksən, oksigen ayrı 16-dır, vurassan 8-ə və hesablayırsan. Bu da sənin tənasübündür. Bax, bu tənasüb yolu ilə hesablayıb cavabları tapacaqsınız. Sonra keçdik növbətiyə. Baxaq. Sonra baxırıq növbətiyə. 35-i dedik, bunu demişik. Bu gəlir. Bir dəqiqə uşaqlar. Bir dəqiqə. Deməli. Sonra ardınca şəkillər düşməyib, yəni. Bir dəqiqə uşaqlar. Bir də budur. Burada baxırıq. İndi görək buradan nə deyir.
Hemen üzr istəyirəm uşaqlar bunu. Burada mənə çətinlik yaradacaq. Neyse. Deyir ekologiya ardınca görək nə deyir? Deyir ekologiya mühəndisi sənaye zavodundan çıxan kükürt dioksid qazını sulfit turşusuna çevirməklə zərərsizləşdirmək istəyir. Söhbət 48-dən gedir. Bu prosesdə SO2 su ilə reaksiyaya daxil olur, sulfit turşusu əmələ gətirir. Deyir, gündəlik olaraq 320 qram sulfit SO2 zərərsizləşdirir. Bu zaman alınan sulfitdir. SO2-dən, baxın uşaqlar, SO2-dən alınıb H2SO3. Adi test. Nə edəcəyəm? H2SO3. Və mən burada görürəm ki, 320 qramdan deyir, sulfit turşusuna alınan X. Kükürdüm sahib 1-dir deyə heç nə ehtiyac yoxdur. 64 bunun emeridir. H2SO3-ün də emerini tapasın. 2 üstəgələ 32, üstəgələ 16 vıraq 3, 48. Всё. Hesablayın sizin cavabınızdır. Ardınca sonra baxırıq yenə. Bir dəqiqə. Aha. Deyir, 2 valentli metalın 10 qramının su ilə qarşılıqlı təsirindən 18,5 qram qələvə alınır. Bu metalın nisbi atom kütləsini müəyyən edin. Bir dəqiqə uşaqlar, mən istəyirəm ki, elə bunu rahat şəkildə bunun üzərində izah verim. Çünki bir balaca çətinlik törədəcək belə. Bir dəqiqə, üzr istəyirəm. İləq edin. Aha. Geldi çıxdıq bura. Bu olsun. Aha. Все, deyəsən tapa bildim. Hə. Nə yaxşı oldu. Çünki yoxsa çətinlik törədirdi, qalacaqdım pis vəziyyətdə. Mən bir dənə bunu kəsim. Deməli. Aha. Salam. Əla. İndi bizə növbəti sualımızda nə deyir? Aha. Deyir ki, 2 valentli metalın 10 qramının su ilə qarşılıqlı təsirindən 2 valentli metalın 10 qramının su ilə qarşılıqlı təsirindən su ilə reaksiyaya girsə qələvə alınır. 2 valentli metalın qələvəsi metal OH2 ilə yazılar. Üstəgələ H2. Bura bir dənə 2 atırıq. Deyir, bu zaman 18,5 qram, 18,5 qram qələvə alınır. Metalın nisbi atom kütləsini tap. Və salam, bunun qramın altında ayır emer yazılır. Və salam, burada yazarsan X, üstəgələ 16-nı 2-yə vurasın, üstəgələ 2. Elədi nə qədər? 34. Bu da sənin tənasübündür. Eyni ilə qələvi metal da deyəndə 50-də. Fikir verin, qələvi metal bir valentli metaldır. Su ilə reaksiyaya girəndə alınacaq metal OH, üstəgələ H2, bura bir dənə 2, bura bir dənə 2, bura bir dənə 2 atırıq. Aha, bu formada. İndi mənə nə deyir? Deyir, qələvi metalın 19,5 qramının, 19,5 qramının reaksiyasına 28 qram deyir qələvə alınıb. Aha. Və mən ardınca bax, bu mənim tənasübüm olacaq. 2 vurulsun x-ə isə 2 vurulsun x plus 16 üstəgələ 1, 17. Baxın, bu olacaq bizim tənasübümüz. Bax, bundan da həll edirsən, sənin cavabın da adi məsələdir. Keçirək 51-ci suala. Görək 51-ci sualda nə deyir? 51-də deyir ki, məhlulun qatılığı deməli natrium OH verib bizə. Bir də H2SO4 deyir. Tam neytrallaşma deyəndə OH H-a bərabər olmalıdır. Burada 2H var, bir dənə OH var deyə bura bir dənə 2 atıram. Deyir, məhlulun faizlə qatılığı omeqadır, kütləsi 160-dır. 160-ı omeqaya vurub bölürsən 100-ə. 160-ı böldüm 100-ə nə düşəcək mənə? Düşəcək 1,6 omeqa. Aha. Burada isə x-i vurdum omeqaya böldüm 100-ə, yəni 1-i böldüm 100-ə. Bu deyiləcək 0,01 omega x. Aha. Qramın altında əmsal vurulsun emir, əmsal vurulsun emir. Всё. Buradan sən x-i tapasan, omeqalar gedəcək.
Buradan omegalar gedəcək. Aha. Buradan nə edirik? Burada x var. Həmən bu x-i hesablayıb tapırsan sənin cavabındır. Keçdik növbətiyə. Bu da eynidir uşaqlar. Yox, bir dənə bunu başa salım. Deyir, turşunun tam neytrallaşması sərf olunan kalim OH məhlulu. Bu da eynidir əslində. Deyir, 0 tam, bir dənə üzr istəyirəm. 0,1 mol turşu verilib. HNX yazıram. Bunun üzərinə gələ bilər kalim OH. 400 qram 2,8%'dir. 400'ü vurdum 2,8'e böldüm 100'e. Bu da elədi 11,2. 11,2 qram. 11,2 qram. Bunun da emeri 56'dır. 11,2 böldüm 56 ilə də 0,2 mol. Demək mənə deyir 0,1 mol HNX turşu ilə 0,2 mol kalim OH reaksiyaya girib. Tam neytrallaşma yazıb. Baba, bura diqqət elə, açar sözdür. Onda 0,2'ni vurdum 1'ə, 0,2 OH varsa, deməli 0,2 də H olmalıdır. 0,1'i N'in qiymətini nə götürüm ki, vuranda 0,2 eləsin. Bax, 0,1'i 2'yə vuranda 0,2 eləsin. Məsələn, 53'ə baxırıq uşaqlar, 53-cü testdə sona yaxınlaşır artıq. 14 qram dəmir qaba əlavə edilibdir. Uşaq ilk anda baxanda elə bilir ki, 14 qram əlavə edilibsə bura, elə 14 də bunu əlavə eləməlidir də. Amma burada hansı yanlışlıq var? Ferum üstəgələ H-xlor məhlulunu əlavə eləyəndə, burada alınır ferum xlor 2 keçəcəyi bu reaksiyalar üstəgələ H2. Burada bir də nə çatırıq? 14 qram dəmir əlavə eləyəndə burada müəyyən qədər itki var, uçub gedən hidrogen var. Qoy görüm neçə qram uçur gedir. Elə bir 14 manat vermişəm, qoy görüm neçə manatını tutub alıram. 56'ya isə 2 qram uçur gedir. 14'ü vurdum 2'ye böldüm 56'ya. Bu elədir 0,5 qram. Deməli 14 manat pul vermişəm. Bunun 50 qəpiyini almışam da. Uçub gedibdi bu qədər. Elədir 10,5 qram. Düz dedim. 10,5 qram. İkinci reaksiya isə çink oksid. Bu görə burada itki varmı? Üstəgələ H-xlordan. Alınır çink xlor 2. Üstəgələ H2. Görsənmi? Bax, burada uçub gedən yoxdur. Deməli elə 13,5 qramda bunu əlavə eləmir. Eyni şeydir. Burada kalsiumun da H-xlorla reaksiyası elə bunun kimi gedəcək. Eynən bu reaksiya kimidir uşaqlar. Yeni hidrogen tapacaqsan 20 qram kalsiuma görə. Tapdığın elə cavabda növbətdə çink oksid H-xlorla gedir. İtki yoxsa elə o qədər cavab olacaq. Növbəti sualımıza baxırıq. Deyir ki, alüminium 1 mol alüminium OH3 baxaq. 1 mol alüminium OH3 1 mol demək ki, qabağına 1 yazıram. H2SO4 ilə reaksiyaya girişində 1 mol reaksiyasında alınan duzun 1 molunda 8 atom var. Mən bilirəm ki, alüminium OH3 H2SO4 ilə reaksiyaya girsə uşaqlar belə alınır. Alüminium OH-SO4 ola bilər ya da alüminium 2-SO4 3 dəfə. Bu görüm hansında 8 atom var? 1, 2, 3, 4, 4 ilə 8 atom. Deməli maddəmiz budur. Mənə deyir ki, neçə qram sulfat turşu reaksiyaya daxil olur. Deməli burada alüminium OH-SO4 alınıbdır deyə fikir ver. 3 dənə OH-dan biri qalıb. Burada 3 dənə OH idi, biri qalıb. Demək 2 OH-ım çıxıbsa 2 dənə də H-ım buradan çıxıb. Elə 1-in 1-ə nisbətində reaksiyaya girib adi məsələ kimi də həll edirik. Deyir neçə qram sulfat turşusu reaksiyaya daxil olub? 1 moldur deyə 1 molun da kütləsi 98 qram eləyəcək. Yəni bu qədər rahatlıqla tapmaq olar. Keçirik növbəti sualımıza. Görək növbəti sualımızda nə deyir? Deyir, bunlar asandır uşaqlar. Oksigen atomu bunların formullarını yazırsınız, oksigenin sayını tapırsınız və burada isə bir dənə üzr istəyirəm, P2O5 soyuq su ilə girəndə HBO çalınır. Bu birinciyə gedəcək A bəndi, o da üzr istəyirəm. Nəsə birinciyə gedəcək A bəndi, ilıq ilə gedəndə H4PCO7 alınır. Orada H4PCO7-ni tapasınız 2-də, qaynarla da H3PO4 alınır.